videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, bu günlərim mənə 2 dənə ailə müraciət eləyib. Yəni birin fakt dönənlərim özüm gedərkən gördüm, Tərtər piyezin üstündən keçirdim. Seyidimliyə gedərkən bir xanım gördüm, həm əlində süpürgə, həm də bizon qalı yığırdı. Maraqlandım, dedilər ki, Zümrxanda olur. Çox ağır bir şəraitdə yaşayan bir xanımdır, yetim uşağa baxır. Allah bütün xeyirxah qardaşlarımızı, bacılarımızın canı sağ eləsin, göndərdikləri pulların Allah Taala min əvəzin versin. Və bir ailəni də elə Şirvanlıda bir nəfər mənə dedi ki, yəni belə bir ağır bir ailə var, ora yardım al. İndi gözəl izləyicilərimiz, videomuzu sona qədər izləyərsiniz. Həqiqətən necə ağır ailə olduğunu sizlər də görərsiniz. Və gözəl qardaşımız bu günlərim 60 manat pul göndərib. Kanalımızın Vuran Ürəyi Cəlal qardaşımız 60 manat kapital kartıma göndərib ki, xahiş edirəm, çox uşaqlı bir ailəyə 60 manatlıq ərzaq alıb verərsən. Çox sağ ol qardaşım. Allah sənin də canını sağ eləsin. Sənin zəhmətin böyükdür bizim kanalda. Allah ruzi bərəkətini bol eləsin və gözəl izləyicilərimiz, xeyirxah insanlara Allah qorusun. Allah qazancınıza, malınıza, mülkünüzə bərəkət versin. Və indi isə videomuzu sona qədər izləyin. Ərzaqlar kimə paylanıb özünüz görəsiniz. Allah xeyirxah xalqımızı qorusun. İndi isə videomuz davam edir. Gözəl izləyicilərimiz, Bərdar rayonunun Zümrxan kəndindəyəm. Bayaqdan bax elə bu ağacın kölgəsində oturub bu xanımı gözləyirəm. Dünən Tərtərə gedərkən bu xanımı yolda Tərtər piyezindən bəri bir əlində süpürgə, bir əlində də bax belə klokla bizon qabı yığan gördüm. Salam, hər vaxtınız xeyir. Nətərsiz? Çox sağ ol, Allah razı olsun. Sağ olun. Günlərim ehtiyacı olan insanlara yardım paylayırıq. Ondan bir payda sizə gətirdik. Qürbətdə yaşayan, Azərbaycanda yaşayan, gözəl, vətənpərvər, xeyriyyətçi qardaşlarımız, bacılarımız pul göndəribdilər ki, ehtiyacı olan insanlara oruçluq bayramına görə sovqat apararsan. Dünən sizi mən Tərtərdən keçərkən gördüm. Bir əlinizdə süpürgə gördüm, bir əlinizdə də bax belə bizon qabın gördüm. Düzü mən elə şeyləri çəkmirəm, yəni lazım da deyil çəkmək. Maraqlandım, dedilər, burada bir daxalda qalır bu bacı, bir dənə də yetim uşaq böyüdür. Allah köməyinizdə vursun, Çox sağ Allah ol. razı olsun, hər kim eləyir, Allah ömrünü uzun eləsin, Allah Çox sağ ol. gününüzü dolu eləsin, səndən belə Allah üstündə yar olsun. Sağ olun, Allah sizi minnətdaram. kimi insanları başımızın üstə vəsi eləməsin. Sağ olun, sağ olun Allah xanım. dübarə əvəzini versin. Sağ olun, Allah pul göndərən qardaş bacılarımızın canını sağ eləsin. Bacılarımızın da canını sağ eləsin. Çox sağ olun. Dolu eləsin, uzun ömür, can sağlığı versin. Çox sağ olun, Siz çox ki, sağ olun. belə bir yetim, belə bir kasıb, belə imkansız ailələrə əl tutursunuz, yardım edirsiniz və Allah sizə həmişə cebinizi dolu eləsin, Sağ olun, qazancınızı bol eləsin. sağ olun, sağ olun. Başınızdan törsün yığıb yığışdıra bilməyəsiniz. Amin, amin. Allah sizi qorusun. Amin inşallah. Gözəl izləyicilərimiz, növbəti deməli 2 pay düzəltmişik. Hərəsi 60 manatlıqdır. Pul göndərən qardaş bacılarımız, bax göndərdiyiniz pullar bax belə ehtiyacı olan insanlara gedir. Sağ olun. Allah canını sağ eləsin. Kömək eləyək, aparaqmı? Hə, Allah köməyinizdə dursun. Sağ olun, sağ olun. Allah sizi qorusun. Canımını sən götür. Üstünüzdə yar olsun. Sağ olun bacı. Allah əvəzini versin. Amin, amin. Sağ ol bacı, sağ ol. Dolu eləsin. Allah sizdən razı olsun. Sağ olun, sağ ol. Həmişə qazancınızı bol eləsin. Sağ olun. Sizi Allah Burada qorusun. yaşayırsınız. Bəli, yaşayış yerim buradır. Görürsünüz gözəl izləyicilərimiz, bax bu bacı burada qalır. Bir övladı var, oğlu 13 yaşında. Bax gördüyünüz bu daxalda qalır. Bu yaşayış yeriniz haradır? Mənimdir, ev buradadır. Elə? Buyur, Hə, burada yaşayırsınız, hə? buyur, gəl. Xoş gəldiniz. Allah Sağ ol, sağ ol, sağ ol. haqqı imkansız. Yaşayış yeri buradır, hə? Yaşayış yeri
Gözəl izləyicilərimiz, bu xanım burada görürsünüz də bizon qablarını. Bunları yığıb neyirsən? Bunu yığıb apar satıram. Nə bilim 60 qəpiyə, 50 qəpiyə uşağa çörəyin puluna görə, nə bilim dəftər qələminə görə topalayıram, bir dəfə ayaqqabı alıram, bir dəfə nə bilim bir ucuzları bir koftasını alıram 5 manata, 3 manata belə ki uşağısına gedir, məktəbə gedir. Allah hamdısın maddi durum zəifliyinin belə şeylərlə istifadə edirəm. Allah kömək olsun. Sağ ol, Allah kömək olsun. Allah səni də qorusun, ay müəllim. Elə Sağ ol. hamınızı qorusun. Allah sizin üstünüzə yar olsun. Sağ olun, sağ Allah olun. sizi bir əmin eləsin. Amin. Çox sağ ol. Təşəkkür edirəm. Çox sağ olun. Burada qalırlar, bir otaq da qaldı. Çox sağ ol, çox sağ ol. Hər kim eləyir, bacılarımız, qardaşlarımız, Allah canlarını sağ eləsin. Uzun ömür, can sağlığı səninlə bir yerdə. Sağ ol. Allah sağ sənin ol. də köməyində dursun. Sənin də ömrün uzun olsun. Sən ki bizə belə bir köməklik elədin, yardım tutdun. O yetim uşağı ki əl tutdun. Allah sizin üstünüzə yar olsun. Başınızdan töksün, ayağınızdan yığıb yığışdıra bilməyəsiniz. Amin, amin. Allah sizi qorusun. Amin. Bax, gətirdiyimiz ərzaqda da hər şey var. Allah göndərən qardaşlarımızın, bacılarımızın, eləsin, adlarını bacılarımızın. çəkilməyən istəməyən gözəl qardaşlarımız var, Əllərindən bacılarımız öpürəm var. onlara təşəkkür edirəm. Onların əlindən öpürəm. Deyirəm Allah sizi bir əmin eləsin. Siz bizi kimi kasıb insanlar ki nəzərə alsınızsa Allah sizin həmişə cibinizi dolu eləsin. Allah bunun dübarə əvəzini 2 qat, 3 qat versin sizə. Amin, amin. Allah cibinizi dolu eləsin. Nə Çox niyyətə sağ də ol. verirsinizsə Allah qəbul eləsin. Qəbul eləsin. Çox sağ olun. Şirin ağızla yiyin. Sağ olun. Mən. Sağ ol. Dəyərli izləyicilərimiz, bax burada belə bir ağır şəraitdə yaşayan bir ailə var. 5 körpə uşaqdır. Bu günlərimdə çox sağ olsun. Bura gəlişimizin səbəbi Allah Cəlal qardaşımızın canını sağ eləsin. Kanalımızda bilirsiniz də Cəlal kanalın vuran ürəyidir. Cəlal 60 manat pul göndərib ki, xəqəni. Xahiş edirəm uşaqlı ailəyə ver. Bax burada gördüyünüz bu yerdə beş dənə uşaq qalır. İzləyicilərimiz, bax, burada bax, bu xanım qalır. 5 dənə də uşaqdır, ha? Bir danandır. Bir anam. Hoş gelmişsin. Sağ ol nənə, sağ ol. Bax, burada qalır, görürsünüz. Nə ana, nənə xəstədir. Allah şəfa versin, ay nənə. Hər tərəf beton. Yoxda burada nətər qalırsınız? Bir soyuqdan oldu değil bu. Ben 4 yaşında uşağım orada torpaq vermişim. Yoxdan. Atam təzən də gedib. O körpələr qalır burada. Bu günlərim Cəlal qardaşımız var, xeyriyyətçi. Sizə gözlə, götürənməzsən qadanam. 60 manatlıq ərzaq göndərib sizə. Düş yeri, ora çıxma. Cəla. Hə, çörək də var, qadan al. Şirin ağızla Sağ ol yiyin. qadan alaram. Allah köməyiniz olsun. Şirin ağızla yiyin. Onu bizim gözəl xeyriyyətçi qardaşımız göndəribdi. Bura düş. Cəlal qardaşımız göndərib ki, elə körpə uşaqlı evə ver. Şirin ağızla yeyəsiniz. Sağ ol qadan Allah. Oruçluq bayramınızda mübarək olsun. Oruçluğa görə göndəribdi. Vallahi vaxtımız yoxdur, satdıra bilmirik. Allah pul göndərən ümumi qardaşlarımızın, analarımızın, bacılarımızın malına, mülkünə, qazancına bərəkət versin. Bu gün də çox sağ olsun Cəlal qardaşım Gəl buranın. kanalımızın vuran ürəyi. Pul göndərdi ki, xəqən səndən xahiş edirəm çox uşaqlı ailəyə ver. Onu da soraqladım, dedilər belə bir ailə qalır Bərdədə. Gətirdik, sizə qismət oldu. Allah canı sağ eləsin. Sağ ol, Allah köməyiniz olsun. Çox sağ olun. Götür apar. Aparın, uşaqlar pişir qoy yesin. Yaxşı, Sağ ol, Allah köməyiniz olsun qadan al. qada görmə. Sağ olun. Sağ ol, yaxşı.
Sağ ol qoy dönəm, sağ ol. Sağ olun, sağ olun. Bana bir mat ver. Sağ bir mat vereyim. Hə. Yaxşı, mənim gözüm üstə. Hə, gözəl izləyicilərimiz, bax elə çəkilişimizi də burada yekunlaşdırdım. Uşaqlar deyir, yeci deyir, bana bir mat ver, baraza gəlib ki, bir ildə mat ver, nə olar? Hərəsinə də bir mat verdim. Allah canınızı sağ eləsin, gözəl izləyicilərimiz. Allah xalqımızı var eləsin. Qurban olaram xalqımın birliyinə. Bax, belə ki, kasıbları qazanın qaynadırıq. Vallahi ən böyük savab budur. Allah qazancınıza, malınıza, mülkünüzə, canınıza can sağlığı versin, bərəkət versin.